Bəzən məsələn biraz bu poeziya ya da məhəbbətləri çox olan adamlar deyirlər ki, bu ağıl deyil, abi eşqidir. Ki məsələn gətirirlər eşqi ağıldan üstün verirlər. Amma mən məsələn bunu dəfələrlə demişəm, yenə də deyirəm. Eşqi ağıla söykənmir, o heç vaxt həqiqi eşq ola bilməz, nə də heç vaxt da gedib axıra çıxa bilməz. Bir şey ki, o təfəkkür gərək ağıla söykənə. Tədəbbür gərək ağıla söykənə. Təəmmül gərək ağıla söykənə. Bunların təqribən üçü də eyni, yaxın mənaları var. İndi bəzi incəli yerlərdə fərqləri var. Yəni, insanın hər bir işi ağıla söykənməlidir. Ağıl insanı idarə eləməlidir. İnsanda hər bir məhsul ortalığa çıxırsa, o nə olmalıdır? Ağlın vasitəsilə çıxmalıdır ortalığa. Bir eşq ki, gəlib ağıldan qabağa keçib, ağılı saymır, o nə olacaq? O eşq olacaq, heç nə elə belə. O eşq insanı aparacaq, məhv eləyəcək əslində. O eşq gətirər insana, məsələn, aşıq eləyər şeytana, gedər o şeytanın dalıcan. Adını da qoyar ki, eşqdir də, ağıl burada qələmi işləmir, məsələn. Hətta bəzi dahilərsə deyiblərsə, burada bu eşqin işidir, orada onların məqsədləri yəni ağıldan nəticələnən bir işdir.